Oktyabr ayında bədənimizdə D vitamini niyə azalır? Çünki payızda havalar soyuyur, günəşin şüaları azalır və insanlar daha çox qapalı mühitdə vaxt keçirirlər. Dərimiz günəşlə təmasda olmadığı üçün bədənimizdə D vitamini yaranmır. Digər bir səbəb isə D vitamini ilə zəngin olan qidalar qəbul etməməyimizdir. Məsələn, körtəbi şəkildə saxladığımız diyetalar tərkibində D vitamini ilə zəngin olan qidalar, məsələn, balıq, yumurta, ət, süd kimi məhsullardan istifadə eləmədiyimiz üçün bədənimizdə D vitamini səviyyəsi azalmağa başlayır. Ümumiyyətlə yaz-yay aylarında günəşdən aldığımız D vitamini artıq payız aylarına gəldikdə bədənimizdə azalmağa başlayır. Əgər siz də bədəninizdə D vitamini azlığından şübhələnirsinizsə, yəni saç tökülməsi, əsəbilik, immun sisteminin aşağı düşməsi, sümük əzələ ağrılarınız varsa, bu zaman siz D vitaminini kənardan qəbul etməlisiniz. Əgər siz həkimə getmədən, yəni analiz vermədən D vitamini qəbul etmək istəyirsinizsə, Multizan D üçün 10.000 vahid olan tabletlərindən alıb həftədə bir dəfə səhər yeməklərindən sonra qəbul edə bilərsiniz. Multizan D3 10.000 vahid məhsulunun içərisində 30 ədəd tablet var və təsəvvür edin, bu bir qutu məhsul bir ailədə 4 böyük şəxsin 2 ay boyunca D vitamini ehtiyacını ödəyir. Həftədə bir tablet qəbulu isə gündəlik 1400 vahid deməkdir və bu da sizin gündəlik olaraq D vitamini ehtiyacınızın ödənilməsinə kömək edir. Əgər siz D vitamini analizi vermisiniz və nəticə 30 nanoqramdan aşağıdırsa, bu zaman Multizan D3 10.000 vahid tabletini həftədə 2-3 dəfə qəbul edə bilərsiniz. Bunu mütəxəssislə məsləhətləşsəniz yaxşı olar. İngiltərə istehsalı olan Multizan D3 10.000 vahid tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz.